1 stəkan qatığınız varsa belə gözəl şirniyyat hazırlaya bilərsiniz. 1 stəkan qatıq, 80 ml bitki yağı, 2 yumurta, 1 yumurtanın sarısını saxlayaraq üzərinə 1 çay qaşığı duz, 1 xörək qaşığı şəkər, 1 xörək qaşığı alma sirkəsi, 75 qram kərə yağı qarışdırırıq. 1 paket qabartma tozu, 4 stəkan un. Unumuzu az-az əlavə edirik. Ərzaqların dəqiq miqdarını videonun alt hissəsində qeyd edəcəm. Yumşaq xəmir olur. Xəmirimizi 2 hissəyə ayırırıq. Onlarda balaca kündələr ayırırıq. Nəlbəki boyda yayırıq. Videoda göstərdiyim formada vururuq. Soba tavasına yığırıq. Üzərinə yumurta sarısı vururuq. Əvvəlcədən isitdiyimiz 180 dərəcəli sobada bişiririk. Səhifəni yaddaşa verməyi unutmayın. İzlədiyiniz